Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda lavaşla, toyuq əti ilə çox dadlı, doyumlu blinçiklərin bir də qəlyanaltının hazırlanmasını sizinlə paylaşıram. Bunun üçün əvvəlcə içliyi hazırlayıram. İçlik üçün 400 qram toyuq ətini soğanla bir yerdə ət çəkən maşından keçirtmişəm. Tavaya əlavə edirəm. 2-3 xörək qaşığı bitki yağında qarışdıraraq bişirirəm. İçlik üçün mən toyuq but dibi ətindən istifadə elədim. Ət çəkən maşının iri gözündən keçirtmişəm. Amma istəyə görə toyuq filesindən, dana ətindən də içliyi hazırlamaq olar. Zövqə görə duz, qara istiot, qırmızı toz biber əlavə edib, biraz qarışdırandan sonra tavanın qapağını örtürəm. Suyu çəkilib yağa düşənə qədər bişirirəm. Artıq demək olar ki, ət bişib, yumuşalıb, suyu çəkilib, yağa düşüb. Çox da qurutmuram, elə hazır olandan sonra qazı söndürürəm, qoyuram, qalır tam soyuyur. Əvvəlcə hazırladığım içliyin bir hissəsindən blinçik hazırlayıram. Blinçik üçün 10 dənəli lavaş almışam, xırda ölçülü. Hazır içlikdən lavaşın ortasına qoyuram. Lavaşın kənar hissələrini az soyuq su ilə nəmləndirmişəm ki, bükəndə, lavaşı bükəndən sonra qızardanda açılmasın. İstəyə görə yan hissələrini bütöydə nəmləndirmək olar, ya da videoda göstərdiyim kimi blinçikli lavaşa bükəndən sonra təkcə açıq olan bir hissəsini də su ilə nəmləndirmək olar. Belə də bükəndə yenə heç bir açılma olmur. İçliyin çox hissəsindən blinçiklər hazırladım. Qalan hissəni də yenə videoda göstərdiyim kimi lavaşları bıçaqla 2 yerə bölürəm. Kəsdiyim lavaşlardan da qəlyanaltı hazırlayıram. Videoda göstərdiyim kimi lavaşın bir tərəfinə hazır içlikdən qoyuram. Lavaşın ölçüsü xırda olduğu üçün içlik çox əlavə eləmirəm. İçlik çox olanda onda bükmək çətin olur. Üzərinə rəndələnmiş xiyar turşusu, bir də ketçup əlavə eləyirəm. İçlikdə istənilən dəyişikliyi eləmək olar. İstəyə görə qızarmış kartof, pomidor da əlavə eləmək olar. İçliyi də qoyandan sonra videoda göstərdiyim kimi bükürəm. Hamısını eyni qaydada içlik qoyub, büküb, üçbucaq şəklində hazırlayıram. Çox asan bir üsuldur. Elə xəmir yoğurmadan bu qaydada həm blinçik, həm də qəlyanaltı hazırlamaq olar. Bu qaydada hazırlayıram. Lazım olduqda artıq qızardıb süfrəyə vermək olar. İstifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Tavaya az bitki yağı tökmüşəm. Yağ biraz qızandan sonra hazır blinçiklərdən tavaya düzürəm. Bir üzü qızarandan sonra çevirirəm, o bir üzü də qızarır. Hamısını bu qaydada qızardıb, yağın çəkməsi üçün mətbəx salfetkasının üstünə düzürəm. Qəlyanaltını da yenə eyni qaydada az bitki yağında hər iki üzünü tavada qızardıb götürürəm. Çox asan bir üsuldur. Əgər sizin də xəmir yoğurmağa vaxtınız yoxdursa, elə hazır lavaşdan, bu blinçiklərdən bir də qəlyanaltıdan hazırlaya bilərsiniz. Belə gördüyünüz kimi artıq blinçiklər, qəlyanaltım hazırdır. Çox dadlı, doyumludur. Siz də hazırlayın. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyən düyməsini basmağı, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.